Salam əleykum əziz babanlar. Ağdaşdan Mahmud müəllimlə indi Maksimo 14 bağını çəkib göstərəcəyik. Mahmud müəllim, söz sizdə. Burada başqa bir metod olub. Buyurun. Yenə xoş gördük. Deməli bu bizim bu gördüyünüz sahə hamısı Maksimo 14 üzərində Red Gigant sortudur. Aha. Bunlar keçən il əkilib, bu 2-ci ildir. Biz bunu mən bura deyək də belə deyək ki, mütəxəssis kimi dəvət olunanda bu ağaclar belə 2 dənə, 1 dənə zoğ verib qalxmışdı. Biz bunların hamısını sıfırladıq. Çünki burada zəif bir bəli 2 dənə budaq alınıb qalxıb gedibdi. Bunu mən sağ olsun sahibkar da razılıq verdi ki, mənim ağacım 1 il dala düşsün. Amma bunu sıfırla. Biz bunu sıfırladıq. İndi ağaçların pöhrələrini görürsünüz. İnşallah biz buradan ürəyiz istəyən bir budaqla. Nəticəsini görürsünüz babanlar. Sıfırlamadan yeri gəlində qorxmaq lazım deyil. Bura bax, köynəlimə gidib, reski sıfırlayıb, lakin nəticə alaq. Bəli, bəli. Bax, baxın, bağın hamısı. Yəni belə bizim operator qardaşım belə götürsün. İndi o tərəfdə böyük bağlarımızda gördüyünüzdə cavanlardan başlamışıq, alaqları təmizləyirik. Bax, bax. Həqiqi mənada. Burada nə böyük qorxulu bir şey var. 1 il dala düşsəsən amma ağac olacaq da, yönlü normal bir ağac olacaq. Görün indi bizim neçədən? 1 2 3 4 5 6. Biz 2 dənə buradan 2 ağacdan 6 dənə biz yan budaq almışıq. Bu elə yaşıl budamada lazım olanlar. Lazım ortaya qaçanları yaşıl budamada iyunun 5-i 10-u arası biz götürəcəyik bunu əlinə. Bu belə də götürtürlər. Hə. Siz niyə görə? Qoy deyim. Mən bəzən bunları saxlayıram. Saxlamağın səbəbini də ona görə deyim ki, yarpaq ağacda nə qədər çox olarsa onun kök sisteminə güc verir. Bilirsiniz ki, qeyri-üzvü maddələr su vasitəsilə qalxır. Burada üzvü maddələrə çevrilir, təzədən kökə gedir. Kökün inkişafı üçün yarpaq əsas önəmli bir bitkinin orqanıdır. Kənan, bir də ərazini çəksənizə. Dağlıq bir ərazidir. Hə. Bax. Burada Türkiyədə o dağ ətəyi yerlərdə əkirlər. Hə. Görsən? Yarpaqlar. Bax biz buna qoy deyim nə vermişik. Biz erkən yazda böyük ağaclarını eləyəndə biz bir dənə buna 20-20 ilə qumatı bir dəfə vermişik. 20-20 ilə qumat verdik bura. Sonra bir dəfə də 20-20 ilə mapla qumatı verdik birinci dəfə. Ta uca yarpaqlar ki başladı asılmağa, ondan sonra da bir dəfə 20-20 vermişik. Mən deyim ondan başqa biz buralara hələ ki heç bir qida verməyəcəyik. Bizim torpaqlarımızın pH-ı biraz yüksək. İndi burada amonium sulfat bir dəfə də verəcəm. Bunu nəzərdə tuturam. Hardasa mayın 3-ü 5-i arası suvarılanda ki pH-ımız da biraz aşağı düşsün. Bitki normal pH bizim torpaqlarda 7-dən yuxarıdır, 8-ə yaxındır. Siz belə görən Mahmud müəllim 5 ilə xaçmazı gilasçılıqda keçəcəksiniz. Keçməli, çalışacağıq ki, əməkdaşlıq eləyək. Sağ ol. Allah sənin canını sağ eləsin. Belə deyək də Elmədin bəy. Bu günlərim sənin, mən böyüyəm deyə sən deyirəm. Rahat ol, Mahmud əmi. Mən də əmi deyirəm. Bu günlərim elə heylə dedi. Bu günlərim sənin o xaçmaz zonasında, ümumiyyətlə Azərbaycan zonasında çəkib qoyduğun videolar ki var, gilasçılıqla bağlı, kalibrlə, calaqaltılarla, sortlarla, calaqaltıların yetişdirməsi ilə bir məktəbdir. Biz yetişdiririk. Əlbəttə. İndi bax burada indi bizə bir aramız boş qalmasın deyə burada biraz qarpız dəkmişik. Mahmud müəllim, belə deyim ki, sizə həqiqətən biz bura mənim 3-cü, 4-cü səfərimdə bura gəldiyim, ilk dəfə də sizinlə tanış olub gəlmişdik. Sadiq müəllimgil bizi tanış eləmişdi. Bəli. Böyük əziyyətlərimiz olub üzərimdə, həqiqətən halalıyım. Yəni bu Azərbaycan, yəni bu gilasçılıqda nömrə 1 olmalıdır. Meyvəçilik sektorunda bu yola başlamışıqsa, yəni böyük potensial da var. Özünüz görürsünüz ki, hər bir yerdə əkilir. Deyirdilər Ağdaşda əmələ gəlmir, nəticəni göstərdik orada. Burada maksimanı da göstərmişsiniz. Baxımsız bağı geri dönüşü necə eləyirlər göstərdiniz. Bəli. Yəni sadəcə olaraq bu bax məlumatda adi nə vermişsə açıq bir şəkildə dediniz. Bunu niyə gizlədək ki? Yəni həqiqətən. Heç bu günlərin bağ sahibi var, 1 hektar bağı var. Mən dediklərimdən heç anlayışı yoxdur ki, müəllim orada nə dedi? 20-20 nədir, nə bilim qumat nədir? Çünki əkib 1 hektar bağı olsun da. Bəlkə də indi başqa qulluq eləyə bilmir. Amma aqrotexniki qulluq, ona lazımi qidaları vaxtında vermək
sizin bir neçə il meyvənin qabağa düşməsidir, o cümlədən ağacın ömrünün uzanmasıdır, verimliliyi artırılmasıdır. Bəli. Bunlar hamısı Xoş oldu əsas həqiqətən. məsələ odur ki, bizim bağımızda, bizim buradakı bağımızda heç bir ya zərər verici yoxdur, ya xəstəlik yoxdur, inkişaf da özünüz görün. Bu şlanka dartanda qırıblar. Bu heç olmaz. Hə, bu belə. Yəni yoxdur. Belə xırda belə dəliklər olur. Bəzən düşürlər ona. Ay çaparaq dərmanlayaq Yox, yox, eləyək. yox. O naborot bitkini zəhərləyir. O ola bilən bir elə belə bir hallarda da olur. Təbiilikdən uzaqlaşmaq lazım Bəli, deyil. Yəni bəli. çox da mükəmməlliyə yaxınlaşanda görsən ki, istədiyin nəticəni götürə bilmirsən. Bəli. Yəni həqiqətən. Elxan müəllim də zəng eləyir, gedək laboratoriyaya.